Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün Güvən Nəşriyyatının keçirdiyi sınavın 11-ci sinif 3-cü qruplar onlar üçün suallara baxarıq. Birinci A variantıdır məndə olan test. Deməli, cədvələ və nümunələrə əsasən uyğun fikirlər tapın deyir. Baxaq elə birincidə nə deyir bizə? Bizə deyir ki, yalnız qrammatik mənaya malik olan söz. Burada və var, burada ilə var. Bu deyir, yalnız birinciyə aid doğru. Bu əslində ortaya olmalıdır. Ona görə bir götürmürük, bir səhvdir. Sonra baxırıq ikinciyə. Bahalı sözünün sinonimi işlənmişdir. Bahalının yerinə biz qiymətli deyə bilərik. Yəni, 2 doğrudur. Sonra ikinci nümunəyə aid yanlışı tapacaq biz. Düşüncənin sinonimini istəyir. Burada düşüncənin sinonimi yoxdur. Deməli elə biz belə götürəndə 2 ilə 3 doğru cavab olur. Məcazi məna ifadə işlənmişdir və dilə gəlməkdə frazeoloji birləşmə məcazidir. Demək, bu doğru olur. Hər iki nümunəyə aid doğru. Frazeoloji birləşmə işlənmişdir. Dilə gəlmək frazeoloji birləşmədir. Buradan da gözü doymayan ifadəsi bu doğrudur. Antonim sözdə bunlarda yoxdur. Deməli, doğru cavabımız nə oldu? Mənfinin altından mənfini, müsbətdən də müsbəti. Cavab 2, 3, 5. Baxırıq, hansı sözə aid xüsusiyyət verilməmişdir? Yazılışı səhv olan simfoniyadır. M olmalıydı. Tərkibində qarşılıq təşkil edən samitlər istəyir bizdən. Kilitlənmək. Bunun tələffüzü necə olur? D, T-yə çevrilir. L da D-yə çevrilir. Belə qarşılıqdan ona görə bunu da çıxırıq cavablardan. Sonra deməli bunu dedik, bunu da dedik. Tərkibində uzun tələffüz olunan sayda işlənən bu sözdə səs artımı var. Səs artımı Y variantındadır. Yarım müdafiə. A uzanır burada. İ ilə Y-nin arasında, İ ilə Ə-nin arasında da Y gəlir. Ona görə cavab olur. Y variantı da bunun cavabıdır. Kar cingiltilidir. Sayca bərabər olan bu sözün 3 dənə fərqi var deyir tələffüzündə. Yəni görək harda var? Təskinlik. Burada K-yə çevrilir. L, N-ya. Bu da xıştirik olacaq. 3 fərq var. Və deyir ki, karla cingiltili bərabər. Baxaq, T kardır. 1. Sonra S kardır. 2. Bir də sondakı xıştirik. 3 dənə kar var. Cingiltili nədir? L var. N, bir də G. Deməli, D də buna düz gəlir. Doğru cavabımız oldu B variantı. Sonra deyir, cümlələrdə sözlərin heç birinin səs və hərf tərkibi fərqlənmir. Baxırıq, sevməyən olur, sevməyən. Bu getdi. Dünyada təsadüf yoxdur. Sınaqdır, cəzadır. Belə R-la baxanda görürük ki, cəzadır. Ədalətsiz qaydaların tətbiqi xalqa edilən ən böyük zülm. K, xıştirik olur. Aşiqləri aşiq olur. İnsan zəkər qarşısında əyilir. Amma burada isə heç bir şey yoxdur. Doğru cavab Y variantı. Sonra baxırıq o biri suala. Verilmiş nümunədə hansı sözün sinonimidir? İşlənməyibdir. Sözün sinonimi. Bax, ümman oldu dəniz. Bu getdi. Ümman 2 dənə var. Sonra titrəmək, sarsıtmaq mənasında. Məşəqqətli, bir də sazaq, xəyal. Xəyal hardadır? Xülya var burada. Buna görə bu da gedir. Sonra məşəqqətlinin yerinə biz acını qoya bilərik. Acı, məşəqqətli, xəyal da getdi. Amma sazaq, şaxta sazaq mənasındadır. Bunun burada yoxdur. Doğru cavabımız nə oldu? Y variantı. Sonra deyir, ayrılıqda həm dodaqlanan, həm dodaqlanmayan qoyanda yeni söz arar. Burada cavab olur nə? Kompaniya, bir də kampaniya. Kompaniya bir var o, məsələn, o şirkətlər var, falan kompaniya. Bu odur. Kampaniyada bir nəsə deyək, kiminsə deyək, kampaniyasına getdik. Tədbirdə deyə bilərik bu cür. Venn diaqramında nə var imiş? Biraz böyük sualdır. Belə eləyək. Deyir ki, Venn diaqramında doğru fikirləri seçirik. Bir dəqiqə. Məcazi mənalı ifadə işlənmişdir. Səma sözünün sinonimini elə birinci baxaq. Ən rahatından başlayaq da. Səma sinonimi
Bir də varmı? Səma, göy. Bəli, var. Deməli 2 doğrudur. Sonra zərif incə 5-də. Zərif incə B variantında varmı? Başqalarına qarşı qazanan qüvvətlidir öz nəfsinə. Zərif incə yoxdur. Bu da nəfs bəlkə çaşdırır. Demək 5 doğru deyil. Sonra məna tayları müxtəlif nüsxələrinə aid olan homonim ortada varmı? Baxaq. A-da uçuşmaq var. Uçuşun deyil. Uçuş bir isimdir. Bir də uçuşmaq feildir. Yəni bunun özü homonimdir. Bir də burada qazan var. Bir var bildiyimiz yemək bişirən qazan. Bir də qazanmaq sözü var. Bu da düz olur. Deməli 2, 4 düzdür. Səs və tərkibi fərqlənən söz. Baxaq. A variantında elə yüksək, xışdirik var. Qüdrətlidir. Burada da dırı çıxır. Deməli 3-də. Elə 2, 3, 4 cavab varmı? Var. 5-də səhvdir. Elə B variantı olur cavabımız. Keçək digərinə. Bəntərdə bir-biri ilə münasibətdə antonim. Antonimdir, sinonimdir, eyni nitq hissəsi olmalı, düzdürmü? Acgöz, gözü tox eynidir. Hərdən addım başı da eynidir. Amma qorxu isimdir. Cürətli isə sifətdir. Ona görə doğru cavabımız C variantı olur. Demək, bunlar sinonim, antonim ola bilməzlər. Çünki eyni nitq hissəsi olmalıdır. Heç birinə aid olmayan. Baxaq, cərgə pambığından araq vurulsun, misir mahlıcından qalaq vurulsun. Baxaq. Deməli, hansından baxaq, sıra cərgədir. Bax, bunu elə buradaca çıxdıq. Düzdür. Sonra, çiğli təmizlənmiş pambıq, bu mahlıcdır. Onda çıxdıq. Sonra, tarlada bostanı, yabanı bitki alaqdır. Onda çıxırıq. Cənub bitkisi, bu da nə olacaq? Pambıq. Doğru cavabımız nə oldu? Üz tərəfi keçə kimi basıq yun və ya yarım yun. Maraqlıydı bu. Deməli, cavabımız oldu D variantı. Knockout sözü knockout ilə yazılır, o ilə yazılır. Bax, burada deyir ki, bizdən orfoqrafiyasını nəzərə alaq. Orfoqrafiyası da yəni yazılışını nəzərə alırıq. Demək, birincidə knockout. İkincidə təxlis yox, tərxis olunmadı. C ilə X-nin yer dəyişdirilib. Burada səhv olacaq nə? Separatizm yox, separatizm olmalıydı. 10-cu suala baxırıq. Bizdən nə istəyir? Gözəl bir süfrə. Frazoloji birləşmə varmı burada? Var. Burada dəm vurmaq. Dəm vurmaq var. O düzdür. Sinonimlər vardır. Qəmlə qüssə var. Düzdür. Səs hərf tərkibi fərqlənən söz elə qəmdən, qəmdən n-ya çevrilir bu. Homonim həm də çox mənalı söz. Onu tapmıram. Yeməyin üstünə salınan örtük, bu da süfrə deməkdir. Deməli, cavabımız D variantı olacaq. Tutmaq sözünün mənası. Bu maraqlı sualdır. Uyğunsuzluq istəyir. Deməli, göyərmək, bitmək. Calaqlar tutdu, yəni bitdi. Calaq nədir? Ağacları və ya bitkinin bir-birinə calayırsan, tutur o. Yəni, yaxşı alındı. Yaxşı göstərmək, yaxşı tutmaq paltardır. İşə götürmək, bunlar eyni ilə mən lüğətə baxdım. Bu cür mənaları orada da var. Müəyyən şərtlə işə götürmək, birini qol varisini tutursan, o əvvəlkindən pis çıxır. Yəni, işə götürsən, yaxşı çıxmır. Qol açmağa imkan verməmək, elə bu tutmaq biz bildiyimiz məna. Toxunmaq isə, yəni, o tamamilə, necə deyək, təsir etmək deyil. Gözünü tutub toxunmaq mənasında deyil. Burada olan toxunmaq deyil, buna deyirlər qapamaq mənasını, gözlərini qapıyıb. Deməli, doğru cavabımız Y variantı. Keçək 12-ci suala. Bir dəqiqə, sözümün canı budur ki, gənclər yenilikçi olmalıdırlar. Sözlərin mənasına baxırıq deməli. Yox, fərqləndirilmiş sözün kontekst uyğun mənası səhvdən. Sözümün canı, yəni bir şeyin əsasıdır. Yəni məğzi, bu da rahat sual idi. D variantı olacaq.
Sonra sadə sözünün işləndiyi məna. Sadə sözünün işləndiyi mənaya baxırıq. Bax bizə deyir ki, sadə həmin yerdə məcazi olsun və həmin sözdə ehtiyat etməyin sinonimi olsun. Ehtiyat etməyin sinonimi birinci elə ona baxsaq, görün neçə yerdə var ehtiyat eləmək. Deməli, qorxmaq mənasında ola bilər. O burada var. Qorxuram ondan. Başqa harda var? Başqa heç mən görmürəm. Qorxmaq, çəkinmək, ehtiyat eləmək burada var. Burada çox sadəsən. Yəni çox sadəsən, hər söz ki deyirlər inanasan. Mən başqa şey də görmürəm. Baxaq bir daha. Bəzən əmisinin başa düşmədikdə izah edirdi. 5 il əvvəl görmüşdüm. Məncə budur cavabımız C variantı. Sonra davam eləyək. Homonim kimi işte nə biləm, bu da maraqlı bir sualdır. Baxanda homonim burada eposun mənası yoxdur. Atlas bu z olanda homonim var. Sonra quru deyə quru çay da ola bilər. Qitə coğrafiyada var. Düzdürmü? Bir də ədəbiyyatda var. Forma, nəyəsə forması, bir də forma xüsusiyyətləri ədəbiyyatda. Efir, yağdır, nədir bilməm kimyada. Bir də bizim bildiyimiz efir deyirlər, efirə çıxmaq və s. Sonra həvəskar, həmsədiri, hamılıqla. Deməli, bir dəqiqə, deyir, nə dəyişməlidir? Həvəskar olduğu kimidir. Həmsədirlikdə d-nın, i-rın arasına i girir. Sonra r var, bir də x-dirik var. Düzdür? Fərq 3 dənədir. Bir-biri ilə qarşılıq təşkil edən samitlərdir. Bir-biri ilə qarşılıq təşkil edən samit harda var? Üçündə də varmı? Məsələn, həvəskarda heç nə dəyişilmirsə, h-nın, v-nın yox. Deməli, bu üçünə də aid deyil. Düzdür? Sonra bir ümumiyyətcə hara getməlidir? Baxaq. Həmsədirlikdə də yoxdur. Hamılıqla burada da yoxdur. Bir getməlidir bu tərəflərə. Sonra ahəng qanuna tabedir. Neçəsi? 2 dənəsi tabedir. Həmsədirliklə demək 2 bu tərəfə gəlməlidir. Baxaq hansından? Dodaqlanan sahib işlənməmişdir. Dodaqlanan neçəsində işlənməmişdir? Həvəskarda yoxdur, həmsədiri hamı heç hansında yoxdur. Deməli 3 də getməlidir. Düzdür? 3 də bu tərəfə getməlidir. Yoxsa səhv dedim. Daha doğrusu tərsini bura gəlməlidir. Çünki dodaqlanan heç hansında yoxdur. Üçünə də aid xüsusiyyətdirsə bu tərəfə gəlməlidir. Deməli 2 ilə 3-ün yerini dəyişə bilərik. 1 ilə nəyi dəyişək? Uzun tələffüz olunan sahib yoxdur deyir. İşlənmişdir. Bu olmayan xüsusiyyətdir. Düzdür? Qarşılığı olmayan cingiltili həm də kar. Bu harda var? Deməli, bu da hamılıqla da h var, m var. Həmsədirlikdə də h var, m var. Deməli, ikisində də var. Həvəskarda da h var, r var. Deməli, 1-6 ilə dəyişməliyik. Doğru cavabımız olacaq C variantı. 1, 6, 2, 3. Biraz qarışıq desəm də. Sonra Colmərd od. Bu getdi. Rövnək var. Ödü. Qatran. Adı. Limonad. Deməli, budur. Doğru cavabımız budur. Amma burada baxaq. Fövqəladə öd. Nəbatat da formativdir. Deməli, bu pozdu qaydanı. Bu tərəfdə voleyboldur. Bu pozdur. Rasional bu pozdur. Samodur bu da. Burada pozdur. 17-yə baxaq. Rəşadətli sözünün mənası hünər igiddir. Bizdən səhv istəyir. Hünərli igid. Qorxağın da əksidir. Leksik mənası varsa qrammatik də var. Homonim də olmur. Amma hər elminə aid bir şey deyil. Belə bizim adi ümumiləş sözdür. Hansı sözün mənası verilməmişdir? Bax, yaxşı rəy mülahizədir. Deməli, bu getdi. Sonra
Böyüklüyün əzəmətli, nə olar? Möhtəşəm. Bu da getdi. Düzdürmü? Hörmətli, möhtərəm, h-tırımı sözündəndir. İşləyən adamına məzuniyyət verilir, amma ezamiyyət bir işdən harasa göndərilmədi. Ona görə 18B olacaq. Homonim həm də çox mənalı söz. Bu maraqlı sualdır. Baxaq görək. Deməli, həm homonim, həm çox mənalı. Maraqlı sualdır bu açığı. Biraz düşündüm bu sualı. Düşünürəm ki, burada yaş sözüdür cavab. Çünki yaş mənasında bildiyimiz insanın yaşı var. Bir də nəm var. Bir də bəzən deyirlər onun acısı hələ yaşdır. Mən bu sualda A variantını düşünürəm. Daha çox fərqli məqam hardadır? Baxaq, əziyyətlidə nə olur? Y-nin biri düşür, L da dəyişir. Yəni 2 fərq var. 8 bucaqda 1, bu da bu. Bucaqlı. Burada da 2-dir. Əzmkarlıqda i gəlir bura. R, bir də x olur. Tünd xasiyyətdə bir dənə bu t-ya keçir. Fədakarlıqla fədakarlıqla olur. Deməli 4 dənə fərq varsa doğru cavabımız C variantı olacaq. Təşbih və epitet bu üslubla bağlı. Şəhərim Çıraqban, kəndim Çıraqban. Çıraqban kimidir mənasında işlədəndə bu olur təşbih. Kəhkəşan sinəm, kəhkəşan sinə də olmaz. Ona görə cavab olacaq A variantı. Sonra pis vəziyyətdə qalmaq, daha da pisləşməsi, buna deyirlər ölünü qoyub dirini ağlamaq. Dərman boğazına ölü salsan diri çıxar. Bu müsbət mənada deyər yəni. Könülləri fəth eləmək, bu daha da qəlbinə almaq mənasında ola bilər. Özünə umac ola bilməyib, bu öz işini görməyib başqasına. Ağzına çulu dovşan sığınıb, yəni danışanda böyük danışan mənasında. Deməli doğru cavabımız C variantı. Fərqləndirilmiş sözdə çiyələk, bir də itaətsizlik. Tələffüz fərqində x-lik var, deməli qarşılıq var. İtaətsizlikdə bir dənə itaətsizlik, bir dənə axır, yəni saitlərlə bağlı problem yoxdur. İtaətsizlik t-dıya, bir də k-də x-likə keçir. Bu açıq sualdır. Sözdə bir-biri ilə qarşılıq təşkil edən samitlər. Qarşılıq çiyələkdə də var. İtaətsizlik burada da var. Deməli bir düzdür. T-dı var da. T, itaətsizlik. Sonra səs və hərf tərkibi arasında 2 dənə məqam var deyir. Fərq. Bu ortaq fikir deyil. Çünki çiyələkdə sadəcə bir dənədir. Ona görə bu çıxdı. Kar və cingiltili samitlərin sayı bərabərdir. Sayaq. Çiyələkdə neçə dənədir? Kar. 1, 2, bir də axırda. Ortada da y ilə l. Deməli, bu bərabərdir. Bu düzdür. Bu birisinə baxaq. 2 dənəymiş orada. T, o biri T, sonra S, bir də x-lik. 4 dənədir. Bu birisində nə olur bəs? D ilə Z. Deməli, bu ortaq fikir deyil. Sonra qalın və ya incə saitlərin bir-birini izləm. Yəni ahəng qanunu varmı ikisində də? Yoxdur. Ortaq deyil ki? Yox, deyil. Bizə buradan mənfini istəyir, buradan müsbət istəyir. Səs artımı və ya səs düşümü baş verməmişdir. Səs artımı yoxdur heç hansında. Səs düşümü də yoxdur. Düzdür? Bəli. İkisində də yoxdur. Uzun tələffüz olunan sait var. Uzun tələffüz olunan itaət. Birində var, birində yoxdur. Bu ortaq deyil. Belə olduğu zaman nə edirik? Doğru cavabımız mənfinin altından mənfi, müsbətin altından müsbət. 1, 4, 6. Yəqin ki, səhv demədim nəyisə. Belə. Davam eləyək. Buradan yazım. 1, 4, 6. Frazoloji birləşmənin sinonimlərin ardıcıllığı. Gəlin baxaq buradan. Rəhbərlə münasibəti yaxşıdır. Qaşınmayan yerdən qan çıxartmaq. Bu nədir? Qurtdalayıb qurduğunu çıxartmaq mənasında. Deməli 3 ilə başlayırıq. Sonra söhbət əndazədən çıxmaq, yəni
nə olacaq? İfrata varmaq. 4. Qocalar evində dağlanmış bir insanın kədəri vardır. Hani burada? Ürəyi dağlanmaq. Ürəyi dağlanmaq nə? Ciyəri qana dönmək. 1. Sonra ruhunu oxşamaq, bu da ürəyinə yatmaq. Belə. Demək doğru. 3, 4, 1, 2. O bir suala baxaq. Nifaq alması. Q'larla bağlıdsa sözləri oxumağa bilmirəm, gərək varmı? Deməli, deyir ki, Q samitinin K kimi olduğu. K harda var? Q'nın K üfüqdə var. Deməli, bir bura gəldi. Q'nın G olmağı var. Q harda G olub? Yanacaq enerji, bu yanacaq enerji. Q'dan sonra saat gəlsə bu G olur. Deməli, 2 bura gəlir. Q'nın Q kimi qaldığı nifaq alması. Alınma sözlərdə Q'dan sonra saat gəlsə elə olduğu kimi qalır. 3. Sonra Q'nın X kimi oyuncaq mağazası. Bu da belə 4. Deməli, cavabımız nə oldu? 3, 4, 1, 2. Ardından yazaq bunu. 3, 4, 1, 2. Mən də yazıram ki. Elmi üslubun xüsusiyyəti yoxdur deyir. Sinekdoxa elmi üslubdur. Sona nə açıb buraxdı bir? Hərdən onun bəndini açıb buraxdı. Bu deyil. Bənd elmi üslubun xüsusiyyəti deyil. Biosfer bu elmi üslubdur. Şirin yerində soyuq bir, bu da bədii üslubdur. Bayram günü belə. Cavab oldu 1 və 3. Səs tərkibi fərqlənmir. Fərqlənməyən nə var burada? Mətanətli, məxaric, mötərizə. D ilə Y fərqlənmir. Ahəng qanunu tabedir. Bəli, ikisidir. Deməli, cavabımız oldu 1-ə D, Y. 2-yə fərqlənsin deyir və tabe deyil desin. Fərqlənən A, B, C var. Amma ahəng qanunu tabe olmayan 2 dənə var. Hansıdır? A ilə B. Fərqlənən ahəng qanunu da tabedir. Monastır. Bu da C variantı. Deməli, 2-yə A, B, 1-ə D-yə, 3-ə C. Bastilya qalası. Bastilya qalasında bir dəqiqə baxaq görək nə var imiş burada. Bastilya qalası, bunu saxlayım özüm oxuyum. Deməli, mən mətni oxudum. İndi gəlin bunun cavablarına baxaq. Uyğun olan olmayan. Bax, Bastilya ona azadlıq simvolu kimi xarakterizə edir. Məncə uyğundur. Niyə uyğundur? Çünki burada cəmaət yığılır, sonra nə olur? Xalqın səsini dünyaya çatdırır və simvolu olur. Mübarizənin simvolu olur. Bax, burada yazıbdır, baxın. Bir dəqiqə, mübarizənin. Sonra bu hadisə həmin yerdə. Ondan sonra nə elədilər? Bunlar da Bastilyanı dağıtdılar və rəqs edilir filan feşməkan oldu. Bu cür, yəni belə izah elə bilərdik ki, yəni cəmaət bura yığılır, oradan başlanır hərəkat. Sonra 16-cı Lüdovikin deputatları həbs etmək üçün muzlu haqsız narazılıq yox, haqlı narazılıq. Deməli, bu səhvdir. Çünki burada dövlətə qarşı çıxanları deyir, məhbus kimi saxlayırdılar. Yəni, dövlətə qarşı çıxmaq haqsız olmaq deyil. Bunu əsaslandırmalıyıq. Hal-hazırda tarixi abidə uyğun deyil. Niyə? Çünki burada da yazılıb nədir? Deyir ki, dağıdıldı. Ona görə düz olmaz. 29-cu sualda uyğun ifadə nə yazmaq olardı? Yeni, bax, hal-hazırda Bastilya meydanı Paris operasının yanında, yaxınlığında, bu cür demək olardı. Yanında yazsaq bəsdir. Birinci ifadənin kontekstləri yoxa çıxardılar. Yoxa çıxarmaq nədir? Qeybət çəkdi, qeybət çıxartdılar, itirdilər. Bir dəfə yoxa çıxırdı. Məsələn, mən yazardım bura qeybət çəkilmək mənasında. Fərqli ikinci ifadə nədir? Bir dəqiqə. Çəkildi. Geri çəkilmək sözünü deyir. Burada geri çəkilmək. Mən də yazıram ki, məsəl üçün, unlar çəkildi. Un çəkildi torbanın. Belə.
Nəsə bir problem olarsa, şərhlərdə bildirin, çalışacağam cavab verim. Sağ olun.